Ay Rəşad. Ay Rəşad. Gəl, gəl Allah, Salam gəl. aleyküm. Gəl. Daha dəyərli izləyicilər. Qoymasın dincəlməyə, bir saat eləyir. Sağ ol. Ay Rəşad, bu nə qəşəng yerdir. Bu nədir Necədir? ha? Dediyim kimi var. Ay hey, bomba kimi bir şeydir bu. Ay Rəşad, Can. bu nə gözəldir. Bu da tapmışsın. Sərlan, bu şəxsi tikilidir. Aha. Endirmə bilirsən də, mən ancaq Sən maşallah. endirmə düşmüş şəxsi ev. Əsas yoldan, magistral yoldan. Məştəva Ha, Məştəqə deməli bu hara? 186 marşrut xəttinin marşrut xəttinin düz yaxınlığından, yoldan hardasa bir 70-80 metr məsafədə. Əsas yoldan da bir 700-800 metr ara. Tac Market, Gönül stansiya var. Oradan 700-800 metr məsafədə 2 sot yarımdan da çox çıxarışdı. Belə bir neçə kvadratdır? 170 kvadrat 4 170 kvadrat 4 otaq. otaq yerdən kürsülü Deməli bu belədir qardaşım. 170 kvadrat bu deməkdir şəxsi tikilidir. Bəli, bura şəxsi. Şəxsi tikili. Şəxsi Dəyərli tikili. izləyicilərimiz, Maşlar qəsəbəsi 186 marşrut xəttinin hardasa 100-120 metrliyində. Bax belə bir 2,5 sot torpaq sahəsində şəxsi tikili 170 kvadratlıq əlimyanlıda bir ev. Bəli. Sağ arxa tərəfinə çıxışı var. Hər tərəfdə tullanma olur. Bütün kommunal xəttləri. Bax mən səndən keçəyəm, gör mən bizi yüzəm. Sən keçdinsə bu şey. Mən keçdimsə hamı keçə bilir rahat şəkildə. Deməli, dəyərli izləyicilər, bir dənə zəhmət olmasa heyəti göstərin. Kommunalları mövcuddur. Şirin su sayğacına qədər var. Bura yəni mən belə bilirəm maşın sürən qardaşım. Bura 2 dənə maşın gedər. Bura 4 dənə maşın gedər. Gözəl. Rahat Bura bir 4 maşın. Yerdən 5 daş kürsüdür. Özü ki, ayaqqabılarımı buramı burada çıxarlar. Belə bir terası var. Bax, dəyərli izləyicilərimiz, əlavə var, belə kladovkaları var. Yəni, belə deyək də, tərəvəzləri ilə bir ərzaqları yerləşdirmək üçün belə bir yeri var. Kombi sisteminin. Belə bir balaca terası var, səliqəli. Rəşad, nə evi Keçə göstərir? evimizə, evimiz 4 otaqdan ibarət. Rəşad, bu stip oldu belə. Bəli. Buraya stip oldu. Stip Keç. oldu, bəli. Stip oldu. Belə bir koridor sistemlidir. Özü geniş koridor. Bəli, geniş. Keçə birinci. Evin ən maraqlı, xanımların ən maraqlı yeri. Mətbəx. Rəşad, sən desəm ki, ya kişilərin də çox maraqlı yeri də bura. Kişilərin də maraqlı yeri. Çünki oturub burada çörək yiyirsən əslində. Bu bir söz deyil. Başqa Tərlan, bir şey yaddan çıxmasın. Ev sahibi deyir ki, kuxna mebli qalır. Gözəl. Kuxna meblini saxlayır. Gözəl bir evdir, həqiqətən. Zalı axırda göstərir arkadaşlar. Burada belə körpəmiz var, çəkə burada uşağı çəkə bilmirik, uşaq yatır körpədir. Maşallah olsun, bax, ailə yataq otağı geniş. Belə bir geniş otağımız, işıqlı otağımız var. Həyətdə pəncərəsi var. İkinci Keçək otaq. ikinci otağımız. Baxın belə bir ikinci otağımız var, səliqəli, gözəl. Bax, duş kabinası, moydadır, hər bir şey, bütün aksesuarlar qoyulub, bax, hazır, qəşəng, səliqəli evimizin sanuz hissəsi. Gəl Tərlan, gəl, bu da bizim zal. Hə, bax, zalın yeri var, qəşəng, zalın yeri var. Belə bir geniş Zalın yeri var. zalımız. Çox geniş, gözəl bir zalı var Rəşad. Həm də enlidir ya, maşallah olsun, ha, geniş, Geniş işıqlı zal. gözəl. Rəşad, bu qiyməti nədir bunun? Bu endirmə düşür. Aha. Bu ev əvvəlcədən 140 bin manatla, 140 bin manatla, 140 bin manatla bu ev satışa çıxmışdı, paylaşılmışdı. Ev sahibi zəng oldu ki, bəli evləri ancaq sən sat edirsən. Gəl 130 mindən satma. Valla qəşəng dillər. 130 min manata, 130 min manata. şəxsi fikri 4 otaqlı, ev 170 kvadrat. 170 kvadrat. Özündən fikir verin. Bir dənə də bir nüansı qeyd edeyim. Bir dənə qapıların keyfiyyətinə fikir verin, dəyərli izləyicilərimiz. Bax, həqiqətən keyfiyyətli səliqəli Özü üçün qapılar. tikir də. Şəxsi Ev fikir. gəlsin, yəni pul xərcləyib özü üçün tikir. Rəşad, neynəsinlər izləyicilər? İzləyicilərimiz, yəni bu əsas məsələdir. Tərlan tərəfindən, Tərlanın izləyicilərindən alıcı gəlsə indirim. Yəni indirim olacaq. İndirim olacaq, bəli, mütləq indirim olacaq, çıxarışlı 130 min indirimli evimizdən yararlanmaq üçün mənim nömrəm 051 515 57 74 nömrəsi ilə əlaqə saxlayın. Və bir də 055 752 66 00. Və bir də dəyərli izləyicilərimiz, əlinizdə torpaq, ev varsa bizimlə əlaqə saxlayın inşallah. Gəlib çəkək, pulsuz şəkildə. Pulsuz şəkildə çəkək, paylaşaq və real müştəri vasitəsilə sataq. Allah xeyir. Allah xeyir etsin. Sağ ol. Rəşad, sağ ol.